Salam. 11-ci sinif OTK sınağının izahına baxaq. Birinci sualda deyir ki, nəsil şəcərəsində insanların qan qrupları göstərilmişdir. Rəqəmlərlə işarə olunmuş hansı insanın qan qrupunun genotipini dəqiq təyin etmək olmaz. Birinci dördüncü qan qrupudur. Dördüncü qan qrupunu yazaq bura. Dördüncü qan qrupunun birinci qan qrupu ilə nikahından dünyaya gələn övladların qan qrupları 2 və 3-cü qan qrupudur. Deməli, burada ikinci qan qrupu və 3-cü qan qrupu varsa, deməli, 3-cü qan qrupunun, yəni burada 1 ilə göstərilmişi 0B olacaq. Ki, burada ikinci qan qrupu əmələ gələ bilsin. Yəni 0A bu olar. 3-cü qan qrupunda da ya BB olar, deməli, elə BB olar. Düzdürmü? Bəli, BB olar burada da. Burada da BB olar. Baxaq indi 0B-də olar. BB-də olar. Baxaq indi bura. 3-cü qan qrupu 2-ci qan qrupu ilə nigahından dünyaya gələcək övladların biri 4-cü qan qrupu olub AB. Bu ikinci qan qrupudur. Digəri ikinci qan qrupudur. Burada deməli AB ikinci qan qrupu əmələ gəlibsə, əgər onda bu üçüncü qan qrupu 0B olar. Ona görə bura 0B yazıram. İkinci qan qrupu əmələ gəlibsə burada. Dördüncü nömrə ilə yazılana baxaq. Dördüncü nömrə ilə yazılan, məsələn, burada AA-da olsa AB və ya 0A əmələ gələ bilər burada. Burada 0A da olsa, yenə AB əmələ gələ bilər, yenə 0A əmələ gələ bilər burada. Ona görə 4-cü qan qrupunu mən dəqiq müəyyənləşdirə bilmirəm. 4-cü qan qrupu deyirəm. 4-cü nömrə ilə yazılanı mən dəqiq müəyyənləşdirə bilmirəm. AA-da olar, 0A-da olar. Ona görə dəqiq təyin etmək olmaz. Mən fikirləşirəm ki, 4-cü nömrə ilə yazılanı. E variantı. Sonra ikinciyə baxaq. İkincidə məməlinin bir nüvəli quyruq hüceyrəsində deyir ki, sitokinez başlandığı anda xromosomların sayı 96-dır. İnterfazanın sonunda xromatidlərin sayını bizdən soruşur. Sitokinez başlandığı anda deyirsə, deməli hələ sitokinez getməyib. Yəni burada bir hüceyrənin daxilindəki xromosomların sayından söhbət gedir. Sitokinez tam getməyibsə, onda hələ burada 4N olmalıdır. 4N olursa, onda bunun 2N'i bərabər olacaq 48-ə. 2 48-ə bərabər olacaq. Yəni burada 4N'dirsə, onda 2N 48-ə bərabər olacaq. İnterfazanın sonunda xromatidlərin sayı da 4N-lə müəyyənləşdirir. O da gəlib 96-ya bərabər olacaq. Mən fikirləşirəm ki, burada sitokinez başlandığı anda xromosomların sayını sanki bizə bir ipucu olaraq verib ki, sitokinez başlandığı anda. Və yaxud da belə deməyə bilərdi. Məsələn, telefazada deyə bilərdi ki, xromosomların sayı. Onda biz telefazada 2N, 2C kimi götürə bilərdik. Amma telefaza verməyib bizə. Birinci, məsələn, karyokinez baş verir, sonra sitokinez baş verir də. Amma burada sitokinezin başlandığı anda deyir. Yəni, sitokinez hələ başlanıb qurtarmayıbdır ki, ayrı-ayrı hüceyrələr olsun ki, mən bunu 2N, 2C kimi götürüm. Ona görə burada B variantı fikirləşirəm. Baxaq 3-cü suala. Deyir ki, xəstəliyin aid olduğu qrup uşaq infeksiyalarıdır, törədicisi bakteriyadır. Uşaq infeksiyalarına nə aid idi? Su çiçəyi, qızılca, skarlatina, epidemik parotit verilmişdi bizə kitabda. Qızılca ilə su çiçəyi virus olduğuna görə variantlara baxıram. Polimelit də burada virusdur. Skarlatina bakteriyadır, vərəm də bakteriyadır. Amma uşaq xəstəliklərinə aid deyildi. Dördüncü sualda baxırıq, dördüncülü quruluş, üçüncülü quruluşa malik bir neçə zülal zəncirinin birləşməsi hesabına yaranır. Bəli, dördüncülü quruluş bir neçə üçüncülü quruluşa malik zülalın birləşməsi hesabına yaranırdı. B-yə baxaq, ikincili quruluşa malik bir neçə zülal zəncirinin birləşməsi hesabına yaranır. Xeyr, bütün zülallar üçün xarakterikdir, biz bunu deyə bilmərik. Çünki üçüncülü quruluşda da var, 2-də də var, 1-də də var zülallar. İlkin quruluşa malik bir neçə zülal zəncirinin birləşməsi hesabına xeyr. Yalnız amin turşu qalıqlarından ibarət bir neçə zülal zəncirinin birləşməsindən yaranır. Yalnız amin turşu qalıqlarından yox, yəni qeyri zülali hissədə ola bilərdi burada. Çünki dördüncülü quruluşa malik olan hemoglobin də var. O da üçüncülü quruluşun birləşməsindən yaranır. Sonra 5-ə baxaq. 5-də deyir ki, Shershevski-Turner sindromlu insanın baş beyin yarım kürələri qabığının müəyyən nahiyəsində
4400 cinsi xromosom olarsa, həmin hissədə olan aksonların sayını tapın. Shershevski-Turner'də 45 xromosom var idi. 44 üstə gəl X kimi yazırdıq biz bunu. 4400 cinsi xromosom varsa, deməli elə 4400-də hüceyrə var burada. Aksonları soruşur bizdən. 4400 isə deməli bunun 4000-i peyk hüceyrələridir. 400-ü də neyronlardır. Aksonları soruşduğuna görə elə 400-də aksonların sayı olar A variantı. 6-cı sualda deyir ki, AB O sistemində, AB0 sistemində hansı qan qrupuna malik insanların qan plazmasında A antiteli, anti-A antitelini daşıyır qan plazması. Qan plazmasında deyəndə biz bilirdik ki, birinci qan qrupun eritrositində heç nə yoxdur. Plazmasında anti-A və anti-B var. Birinci qan qrupu olar. Sonra ikinci qan qrupunun eritrositində A antigeni var idi. Plazmasında B antiteli var idi. Amma üçüncü qan qrupunun eritrositində B antigeni var idi. Plazmasında da A antiteli var idi. Anti-A antiteli yəni. Ona görə 1 və 3-cü olar. Düzgün cavabımız C variantı olar. 7-də deyir ki, orqanizmlərin quruluşca sadələşməsi çox vaxtı onlarda bəzi orqanların yoxa çıxması və ya qalıq halında qalması təkamülün hansı yolunun nəticəsidir. Bu, ümumi degenerasiyaya aiddir. Sadələşmə. Daha sonra 8-ciyə baxırıq. 8-cidə deyir ki, ADF-in quruluş sxeminə əsasən X-i tapın. Birinci, burada adenin azotlu əsası olar. İkinci isə riboza olar. Çünki 5 atomlu pentoza deyirdik. Digərləri isə ortofosfat turşu qalığıdır. Ona görə düzgün cavabımız olar B variantı. 9-da deyir ki, bircinsli çiçəkləri olan taxıl bitkisinin seleksiyasında uğur qazanan alim. Bircinsli çiçəkləri olan taxıl bitkisi deyirsə, deməli burada qarğıdaldan söhbət gedir. Bu da Xaçinov olar və bu bitkinin aid olduğu müxtəliflik mənşə mərkəzi Amerika olar. Xaçinov mərkəzi Amerika, ona görə düzgün cavabımız olar D variantı. 10-da deyir ki, populyasiyanın arealının ölçüsü sabitdir. Xeyr, sabit deyil, dəyişkəndir. Fərdin hərəkətlilik dərəcəsindən asılı olaraq dəyişə bilərdi. Bir də fərdin sayından asılı olaraq dəyişilə bilərdi. Ona görə düzgün cavabımız olacaq 2, 3. 11-də deyir ki, növdaxili yaşamaq uğrunda mübarizənin kəskinliyi azalır. Növdaxili mübarizənin kəskinliyi o zaman azalırdı ki, fərdlərin qarşılıqlı bir-birinə yardımı baş verirdi. At ilxılarında deyirdik ki, ana fərdlər öz balalarını yemləyirdi və s. Ona görə burada elə B variantı buna uyğun gəlir. Fərdlərin qarşılıqlı yardımı və əməkdaşlığı zamanı mübarizənin kəskinliyi azalırdı. Digər hallarda isə kəskinlik artardı. 12-də deyir ki, antropomorfoz deyil. Ayaq pəncəsinin tağ şəkilli olması bu insana aiddir. 5 şöbədən ibarət onurğanın olması bu antropomorfoz deyil. Onurğada kifoz və lordozun yaranması bura aiddir. Kəllənin beyin şöbəsinin üz şöbəsindən iri olması bura aiddir. Yanlara doğru döş qəfəsinin genişlənməsi də bura aid olar. Sxemdə verilən primatları birləşdirən ən kiçik takson. Primatları dediyinə görə elə bunlarda primatlar dəstəsində birləşər. Düzgün cavabımız olar A variantı dəstə. 14-də deyir ki, canlıların trofik əlaqələrinə aid deyil. Simbiozdur, mikorizadır, parazitizmdir, yırtıcılıqdır. Bunlar trofik əlaqələrdir. Amma konjugasiya çoxalmaya aid idi. Daxili mühtəviyyatın qarışmasıdır. 15-də avropoid irqinə aid insanın mongoloid irqinə aid insanla çarpazlaşmasından döllü nəsil alına bilərmi? Alına bilər, bəli. Çünki hər ikisi insandır. Yəni hər ikisi eyni növə aiddir. Çünki xromosom yığımları fərqlidir. Xeyr. Alına bilər, morfoloji xüsusiyyətləri xeyr, alına bilər, çünki eyni növə aiddirlər. Daha sonra 16-da plazmatik membranın yenilənməsində iştirak eləyirdi. Biz bilirdik ki, plazmatik membranın yenilənməsində Golgi kompleksi iştirak eləyir. Düzgün cavabımız olar D variantı. Canlıların öyrənilməsinin şəkildə göstərilən səviyyəsinin struktur-funksional vahidi. Bu, populyasiya növə aiddir. 9-cu sinifdə bunun şəkil də verilməlidir. Həmin səviyyənin funksional vahidi növüdür. 18-də deyir ki, su altında səsləri tutmaq üçün istifadə olunan hidrofon cihazı yaradılmışdır. Su itinin qulağının quruluş prinsipinə əsasən bu bionika mövzusunda verilmişdir. Anadonta dib həyat tərzi keçirirdi. Yəni suyun dibində pasiv hərəkət edərək. Ona görə dib canlıları bentoslardır. Zoobentosa aid olar.
B variantı. Planktonlar olmaz. Nekton ortadaydı. Plankton bir qədər üstdəydi. Fitobentos da olmaz. Zoobentosa uyğun gəlir. 20-də deyir ki, düzgün olmayan ifadəni müəyyən edin. Atın təkamül prosesində bədən ölçüləri artmışdır, bəli. Ətrafları uzanmışdır, doğrudur. Barmaqların sayı azalmışdır, bu da doğrudur. Onurğa sütunu möhkəmlənmişdir, bəli. Qırışlı dişlər qabarıq dişlərə çevrilmişdir. Bu əksinə olardı. Qabarıq dişlər qaba yemlə qidalanmasına görə qırışlı dişlərə çevrilmişdir. Sonra genomu modifikasiya olunmuş orqanizmlərin alınmasında adətən istifadə olunmayan metod. Bu da süni mayalanma var idi, hibridləşmə növdaxili hibridləşmə var idi, gen daxili yəni gen mühəndisliyi var idi, poliplodiya da var idi, amma hüceyrə mühəndisliyi verilməmişdi. 22-ci sualda yazılır ki, 100 qram yağın oksidləşməsindən ayrılan enerji biz bilirik ki 1 qramdan 38,9 alınırsa 100-dən də 3890 alınar. Karbohidratın oksidləşməsindən ayrılan enerjidən neçə kilojoule çoxdur? Karbohidrat da 17,6-dır. 1760 alınar. Neçə kilojoule çoxdur deyəndə 3, 1, 2. 2130 düzgün cavabımız olar C variantı. 23-də deyir ki, hüceyrə divarına malikdir. Deməli, hüceyrə divarına nə malikdir? Baxaq. Parmeliya hüceyrə divarına malikdir. Bəli, malikdir. Leishmania malik deyil, heyvanlara aiddir. Salmonella malikdir, bakteriyadır. Plevrokok yosundur, bəli, malikdir. İnfizor tərlik malik deyil. Ona görə düzgün cavabımız olar 1, 3, 4. Sonra biosferə aiddir bütün hidrosfer, bəli, doğrudur. Bütün atmosfer yox, atmosferin aşağı hissəsi olar. Bütün stratosfer də yox, atmosferin aşağı hissəsi və litosferin üst qatı biosferə aiddir. 25-ci sualda hüceyrələrində hərəkət orqanoidlərinə rast gəlinir. Hərəkət orqanoidlərinə rast gəlinirdi. Sinir toxumasında yox, epitelidə kirpikçiklər var idi. Birləşdirici toxumanın leykositlərində yalançı ayaqlar var idi. Əzələ toxumasında miofibrillər var idi. Düzgün cavabımız olar 2, 3, 4. Mexaniki toxumada xeyr, hərəkət orqanoidi yoxdur. 26-cı sualda deyilir ki, 8 blastomerli ruşeym 64 blastomerli ruşeymə çevrilib. Baxaq, 8 blastomer alınacaq 16, 32 və 64. Deməli, burada necə gedəcək? Burada uzununa, eninə. Uzununa, eninə ardıcıl davam eləyəcək. Nə deyir burada bizə? Deyir, bu prosesdə uzununa bölünmələrin sayı 2-dir. 2 dəfə uzununa bölünübdür. Uzununa bölünməyə məruz qalan blastomerlərin sayı 1, 8-dir. Bir də 32-dir. Eləyər 40. Bizdən nəyi soruşur? 40 çıxılsın. 2, cavabımız eləyər 38. 27-ci sualda deyir ki, uyğunluğu müəyyən edin. Fotosintezin mərhələlərini verib bizə işıq fazası və qaranlıq fazası. Baxaq. Deməli, burada nə deyir? Deyir ki, su fotolizə uğrayır. Su fotolizə uğrayır işıq mərhələsində. Bura aiddir A. Stromada baş verir. Bu qaranlıq mərhələdir. Calvin sikli baş verir. Bu da qaranlıqdır. Zülal sintez olunur. Karbohidrat alınandan sonra zülal sintez olunur. Nadeyev H sintez olunur. Bu işıq mərhələdə sintez olunur. Çünki 10-cu sinif kitabında belə bir cümlə var ki, məsələn, gecələr oksigen ayrılmır deyir. Günəşin çıxması ilə yenidən ATF və Nadeyev H sintezi başlayır. Ona görə günəşin çıxması ilə başlayırsa, deməli bu işıq fazada gedir. Düzgün cavabımız belə olar. Yəni mən belə fikirləşirəm. Sonra baxaq situasiyaya. Həkimdə hamilə qadını müayinə etmək üçün müxtəlif üsullardan istifadə olunur. Ultrasəs müayinəsi nəticəsində qadının uşaqlığında bir neçə dölün olması və həm də aşağıdakılar müəyyən olunur. Çift sayı verib bizə 3-dür. 3 dənə çift sayı varsa burada, göbək ciyələrinin sayı 4-dürsə, deməli burada əkiz var. Yəni eyni yumurta əkizi var. Burada isə ayrı-ayrı yumurta əkizləridir. Nə deyir? Həkim sonuncu müayinəni aşağıdakı üsulla aparılır. Elektroensefaloqrafdır bu üsul. Yəni bu cihaz. Döllərin neçəsi eyni, neçəsi müxtəlif yumurta əkizləridir. İkisi eyni yumurta əkizləridir. İkisi də müxtəlif yumurta əkizləri olacaq.
Sonra bizə nə deyir? Deyir, mayalanmada bilavasitə iştirak edən qametlərin ikisində Y xromosomu olduğunu bilərək döllərin somatik hüceyrələrinin hər dölün bir hüceyrəsi olmaqla təbii ki, bir nüvəsində cəmi minimum neçə X xromosomu olduğunu hesablayıb. Baxaq. Bu deməli eyni yumurta əkizi olsun. Bu da müxtəlif yumurta əkizi olsun. Deyir ki, mayalanmada Y xromosomu iştirak eləyibdi və bizdən minimumu soruşur. Əgər mən bura Y-ları yazsam, onda burada X-lar olacaq. Yəni X-lar bu tərəfdə çox olacaq. Ona görə mən minimum X-ı almaq üçün Y-ın birini bura yazaram, birini də müxtəlifə yazaram. Bunu silib, birini də bura yazaram. Aha, deməli burada da X iştirak eləyib də, belə çıxır ki. Nə deyir bizə? Deyir ki, hər dölün bir hüceyrəsi. Deməli burada X, Y olub, hər dölün bir somatik hüceyrəsi deyir də. Burada da X, Y olub. Neçə oldu burada X-ların sayı? 2, üstə gəl. Burada da X, Y olub. Üstə gəl 1, üstə gəl. Burada da X, X olubdu. Üstə gəl, burada da 2. Cavabımız olar 5. Deməli, neçə xromosom olduğunu hesablayın. 5X xromosom olduğunu hesablayırıq. Əgər biz, məsələn, burada yazsaydıq, məsələn, sonuncuda, bu nahiyədə yazsaydıq Y-ı, onda burada XX olardı. Eyni yumurta əkizlərində XX olardı. 4 burada olardı. 5, 6 da burada olardı. Burada çox olardı. Amma bizdən minimumu soruşduğuna görə bir Y-ı biz eyni yumurta əkizlərinə yazırıq ki, minimum X sayı alınsın bizdən. 30-cu da deyir ki, sonuncu müayinədə istifadə olunan cihaz necə adlanır və bu cihaz nəyi qeydə alır? Bu cihaz elektroensefaloqrafdır, beynin biocəryanlarını qeydə alırdı. Belə, mənim deyəcəklərim bu qədər. Əlavə nəsə sualınız olsa buyurub yaza bilərsiniz. Sağ olun.